Ulduz jurnalının baş redaktoru, yazıcı publisist Hicran Hüseynova uzun süren xəstəlikdən sonra vəfat edib. Bu barədə jurnalın Facebook hesabında məlumat paylaşılıb. Ulduzlar sönür ya yox, bilmirəm. Sən bizim sönməyən ulduzumuzsan. İşığını indidən belə də əsirgəmə. Baş redaktor Qulu Ağsəs mərhum iş yoldaşı haqqında belə yazıb. Qeyd edək ki, Hicran Hüseynova uzun müddət idi ki, xərçəngdən müalicə alırdı. Tanınmış telejurnalist Yelena Eyvazlı Sidorenko ana olub. Bu barədə o sosial şəbəkə hesabında paylaşım edib. Doğru Xəbər Azərbaycan bildirir ki, aparıcı paylaşımına xoş gəldin qızımız bu dünyaya. İnşallah çox şanslı olacaqsan sözlərini yazıb. Qeyd edək ki, 40 yaşlı Yelena Eyvazlının bir qız övladı da var. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədrinə yeni müavin təyin olunub. Unikal xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Lalə Elman qızı Abdullayeva agentliyin idarə heyətinin sədr müavini vəzifəsinə təyinat alıb. Biləsuvar rayonunda yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə qəza Köhnə Ələtaslar avtomobil yolunun rayonun Əskərabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, DAF markalı yük avtomobili ilə Mercedes markalı minik avtomobilin toqquşması nəticəsində 2 nəfər qadın xəsarət alıb. Onlar Biləsuvar rayon mərkəzi xəstəxanasına götürülüb, faktla bağlı araşdırma aparılır. Gəncədə də ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Belə ki, Mercedes markalı avtomobil BMW markalı maşınla toqquşub. İlkin məlumata görə bir nəfər xəsarətlər alıb. Yaralı dərhal xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı ilkin araşdırma işlərinə başlanılıb.